Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Keçmiş aparıcı Günel Musevi Hindistanlı iş adamı ilə ailə qurmasından danışıb. Hazırda Amerikada yaşayan Günel bu haqda Səxavət Nurun Americano YouTube layihəsində söz açıb. Yoldaşım anası Amerikanlı, atası Hindistanlıdır. Krishna soyadını ondan götürdüm. Uşaqlıqdan Hind filmlərlə böyümüşəm. Uşaq vaxtı məni Hind qızlarına oxşatırdılar. Elə oldu, Hind ailəsinə gəlin köçdüm. Həyat yoldaşım Amerikada böyüyüb. Anası onu Amerikanlı mədəniyyəti ilə böyüdü. Amma içində Hind mədəniyyəti, ənənəsi var. Uşaqlarım da Hindidir. Amma istəyirəm onlar Azərbaycan mədəniyyətini də öyrənsin, öyrədirəm də. Gec yaşda ana olmuşam. Ona görə indi özümü ailəyə sərf etmişəm. Yoldaşım elə şərait yaradıb ki, işləməyə ehtiyacım yoxdur. Qeyd edək ki, Günelin 2 övladı var.